Ölkədə heç nə düz getmir. Üçüncü yazı, müxalifət. Demokratik yanaşmada siyasi proseslərin 4 iştirakçısı, actor var. 1. Hakimiyyət. 2. Müxalifət. 3. Xalq. 4. Müstəqil media. Rejim öz fəaliyyəti boyunca məqsədyönlü şəkildə siyasi prosesləri staqnasiyaya, yəni durğunluğa çəkib. Burada rejimi istənilən müstəvidə ən sərt şəkildə tənqid etmək və hətta dövlətə, xalqa qarşı xəyanətini hüquqi müstəvidə əsaslandırmaq da olar. Bu barədə kiminsə şübhəsi və ya sualı olduğunu düşünmürəm. Elələri varsa, bu yerdən sonra yazımı oxumasınlar. Digər iştirakçılara keçməzdən öncə siyasi proseslərin durğunluğunun nə olduğunu təhlil edək. Bundan daha öncə isə normal siyasi proseslərin nə olduğuna baxaq. Həmin proseslərin necə olduğunu biləndən sonra, zaten onu müşahidə etmədiyimizə görə, onun durğunluğunu əsaslandırmaq çox asan olacaq. Siyasi proseslər əslində hakimiyyət uğrunda gedən mübarizənin açıq və canlı formasıdır və bu mübarizədə əsas söz sahibi xalqdır. Çünki istənilən hakimiyyətin gücü və legitimliyi yalnız xalqın iradəsindən qaynaqlanır. Əgər bu mübarizə xalqdan kənarda, qapalı çevrələrdə aparılırsa, bu artıq siyasi proses yox, dar elita rəqabətidir. Məhz buna görə müstəqil media bu proseslərin hərəkətverici qüvvəsi sayılır. O, hakimiyyətin addımlarını ictimaiyyətə göstərir, müxalifətin mövqeyini xalqa çatdırır və xalqın münasibətini siyasi gündəmin ayrılmaz hissəsinə çevirir. Media olmadan proses ya gizli qalır, ya da asanlıqla manipulyasiya olunur. Eyni zamanda, sağlam siyasi mübarizə yalnız bugünkü qarşıdurmanı deyil, siyasi varisliyi də təmin etməlidir. Açıq və şəffaf proseslər gənc siyasətçilər üçün meydan yaradır. Onların fikir bildirməsinə, tanınmasına və siyasi karyera qurmasına şərait formalaşdırır. Bu səbəbdən müxalifətin aşkarlığı həlledici əhəmiyyət daşıyır. Mübarizə gizli razılaşmalarla yox, açıq mövqe, açıq tənqid və xalqa təqdim olunan real alternativlə aparılmalıdır. Əks halda nə yeni simalar ortaya çıxır, nə də siyasi potensiallar inkişaf edir, media susturulur, xalq prosesdən kənarlaşdırılır və siyasi proses süni şəkildə staqnasiyaya, yəni durğunluğa sürüklənir. Yuxarıdakı izah normal demokratik siyasi proseslərin beynəlxalq normalar və təcrübələrdən qaynaqlanan izahıdır. Kim istəməsə razılaşmaya bilər, etirazım yoxdur. Yuxarıdakı proses cəmiyyətin və hakimiyyətin dəyişməsi üçündür. Cəmiyyətin dəyişməsi deyildikdə, həmin məşhur zehinlərdəki inqilab, hakimiyyətin dəyişməsi dedikdə isə məlum iki senari nəzərdə tutulur. 1. Təkamül yolu ilə. Cəmiyyət maariflənir, siyasi aktivləşir və sivil qaydada seçkilər yolu ilə hakimiyyət dəyişir. 2. İnqilab yolu ilə. Zor və dinc yolla. Hər iki senaridə cəmiyyətin zehnindəki inqilab əsas şərtdir. Bu proses necə baş verir? Cəmiyyətlər formalaşdıqca daxili və xarici təhlükələrdən qorunmaq üçün onlarda hakimiyyətə zərurət yaranır. Bu əvvəlcə cəmiyyətin zehnində formalaşır, daha sonra isə zahirdə işlək bir struktur formasında reallaşır. Son 10 illik ərzində ölkə cəmiyyətinin zehnində bu məfhumun sahibi rejimdir, şəriksiz və alternativsiz sahibi. Bəli, rejim buna total qorxu tətbiq etməklə, iyrənc manipulyasiyalara yol verməklə, hüquqi nihilizm sərgiləməklə və bütün mümkün alternativləri beşikdəcə məhv etməklə süni şəkildə nail olub. Diktatorların, istibdad rejimlərinin işi elə budur. Yaxşı, bəs bu prosesdə müxalifət adlı iştirakçı nə rol oynadı, nələri etdi və nələri etmədi? Müxalifətin bu prosesdə ən əsas rolu cəmiyyətin zehnində rejimə alternativ bir komandanı, gücü və mərkəzi yaratmaq olmalıydı. Normal olaraq bütün proseslər bu istiqamətdə getməliydi. Niyə? Çünki belə olduğu halda cəmiyyətin zehnində hakimiyyət roluna iki alternativ olacaqdı. Yəni, iki hakimiyyətlilik. Bir zehində iki hakimiyyət yaşaya bilməz. Mütləq biri o birini devirməyə çalışacaqdı. Müxalifətin bu istiqamətdə sistematik fəaliyyəti isə cəmiyyətin zehnindəki bu qarşıdurmada rejimin alternativini gücləndirməkdən ibarət olmalıydı.
Alternativ kifayət qədər güclənən kimi isə zehinlərdə həmin məşhur inqilab baş verəcəkdi. Zehinlərdəki inqilabın zahirdə realizasiyası isə sadəcə texniki məsələ olacaqdı. Rejim zehinlərdə yarana biləcək bütün potensial alternativlərə qarşı əmansız və dəhşətli şəkildə mübarizə aparıb. Burası aydındır. Bəs müxalifətin burada rolu nə olub? Ümumiyyətlə rolu olubmu? Məncə, bugün yaranan və səslənən bütün baş verənlər müxalifətsiz cəmiyyət qurmağa hesablanıb, fikri son abzasın real nəticəsini tam ehtiva edir. Biz illərdir ki, yuxarıda izah olunan normal siyasi prosesi müşahidə etmirik. Bunun səbəbi sadədir. Bu prosesin ən əsas iştirakçısı olan xalq, digər iştirakçılar, hakimiyyət, müxalifət və media tərəfindən çox vaxt nəzərə alınmayıb. Hakimiyyətin xalqı nəzərə almadığı aksiyomdur. Medianın bu saymazlığı barədə artıq 2 yazımı dərc etmişəm və mövzunu davam etdirəcəyəm. Bu yazımla başladığım müxalifət silsiləsini də davam etdirəcəyəm. Biz hazırki siyasi proseslərin durğunluğunun səbəblərini düzgün təhlil etməli və öyrənməliyik ki, irəlidə eyni xətalara yol verməyək. PS. Bəlkə də Azər Qasımlı ölkədə siyasət yoxdur deyəndə elə siyasi proseslərin durğunluğunu, stagnasiyanı nəzərdə tuturdu.